Hər vaxtınız xeyir, əziz dostlar. Şəmsəddin Zəhəbinin Böyük Günahlar Kəbair kitabından dərsimizə davam edirik. Növbəti mövzumuz haqsız yerə yetim malı yemək haqqındadır. Allah Cəllə Cəlaluhu belə buyurur. İnnellezîne ya'kulûne emvâlel yetâmâ zulmen innemâ ya'kulûne fî butunihim nâra və yeslevnehâ sa'îrâ. Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar qiyamətdə alovlu cəhənnəmə girəcəklər. Nisa surəsi 10-cu ayə. Yetimin malına xeyirxah məqsəd onu qoruyub saxlamaq, çoxaltmaq istisna olmaqla həddi-buluğa çatana qədər yaxın düşməyin. Ən'am surəsi 152-ci ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Həlak edici 7 günahdan çəkinin. Bu 7 günah içərisində yetimin malını yemək də var. Yoxsul olan yetim vəlilərinin yetimin malından bilinən miqdarda yeməsində bir ziyan yoxdur. Bilinən miqdardan çox yemək isə haramdır. Bilinən miqdar pis niyyətli olmayan və bu barədə müəyyən biliyə sahib olan möminlər tərəfindən müəyyən edilir.